Qoç bürcü, sizi yaxşı gün gözləyir. Uğurlu işlərin və öz səylərinizin birləşməsi bir çox işlərdə uğur qazanmağınıza imkan verəcək. Daha sadə işlərlə başlamalı və daha ciddi işlərə keçməlisiniz. Günün ilk yarısında, xüsusən də ətrafınızda dostlarınız və ya digər yaxınlarınız varsa, diqqətinizi cəmləmək çətin ola bilər. Lakin günün sonlarında diqqətiniz daha az yayınacaq və səhv etmək ehtimalınızı xeyli azaldacaqsınız. Dostlarınızla müzakirə etməyə dəyər maraqlı fikirlər ortaya çıxacaq. Hətta bu yaxınlarda sizi tənqid edənlərdən də dəstək ala bilərsiniz. Lakin hətta belə hallarda belə planlarınızı həyata keçirməzdən əvvəl hər şeyi yaxşıca düşünmək vacibdir. Əks təqdirdə sonradan vacib olacaq bir detalı görməməzlikdən gəlmək riski daşıyırsınız. Şəxsi həyatınızda irəliləyişlər mümkündür. Yeni bir münasibətə hazırsınızsa, ilk addımı atmaqdan və təşəbbüs göstərməkdən çəkinməyin. Uzun müddətdir birlikdə olanlar üçün intuisiyanız münasibətlərinizi necə yaxşılaşdıracağınıza və hər ikinizi narahat edən problemləri geridə qoymağınıza kömək edəcək. Buğa bürcü, gün çox xoş olacaq. Köhnə işləri uğurla başa vuracaq və yeni işləri həvəslə həll edəcəksiniz. Vacib olanları əhəmiyyətsizlərdən ayıra biləcəksiniz. Beləliklə vaxtınızı və enerjinizi həqiqətən vacib olanlara yönəldərək sərf etməyəcəksiniz. Sınaqdan keçirilmiş metodlarla kifayətlənməyəcəksiniz. Əksinə yenilərini sınamaq riski ilə üzləşəcəyiniz üçün həm faydalı bir şey öyrənmək, həm də dəyərli təcrübə qazanmaq şansınız olacaq. Bəzi buğalar etdikləri hər şeydə onları dəstəkləməyə hazır olan yeni müttəfiqlər qazanacaqlar. Bugün işlə və ya hobbilərlə bağlı tədbirlərdə iştirak etmək üçün əlverişli zamandır. Orada mentor olacaq və dəyərli təcrübələrinizi bölüşəcək insanlarla tanış olmaq şansınız var. Gün ailə məsələləri üçün əlverişlidir. İlhamlandığınız və təşkil etdiyiniz layihələr üzərində qohumlarınızla əməkdaşlıq edə bilərsiniz. Yaxınlarınız məsləhətlərinizi dinləməkdən, bütün istəklərinizi yerinə yetirməkdən və ortaq nailiyyətlərinizə və qələbələrinizə səmimi qəlbdən sevinməkdən məmnun olacaqlar. Əkizlər bürcü, gün sakit, narahatlığa əsas olmadan keçəcək və ümumilikdə olduqca uğurlu olacaq. İlk yarı yığılmış işləri həll etmək və uzun müddətdir diqqət tələb edən işləri qaydasına salmaq üçün fürsət yaradacaq. Hər şeyi tək başına həll etmək məcburiyyətində qalmayacaqsınız. Yaxınlarınız sizə kömək etməkdən məmnun olacaq və yeni tanışlar faydalı məsləhətlər verəcəklər. Günortadan sonra enerjiniz artacaq və əhvalınız nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq. Bu ailəvi istirahət, dost və qohumlarla görüşmək və romantik görüşlər üçün əla zamandır. Yeni tanışlıqlar axtaran əkizlər sosial dairələrini genişləndirmək şansı qazanacaqlar. Tezliklə həyatınızda mühüm rol oynayacaq biri ilə tanış olmağınız mümkündür. Gün ərzində özünüzü yaxşı hiss etsəniz də, bədəninizi çox sıxmamağınız məsləhətdir. Bu, xüsusilə uzun səfərlərə çıxan əkizlər üçün keçərlidir. İqlim və ya saat qurşağında dəyişiklik həmişəki kimi asan olmaya bilər. Ona görə də yeni şərtlərə uyğunlaşmaq üçün özünüzə kifayət qədər vaxt ayırın. Xərçəng bürcü, gün böyük qələbələrlə yadda qalmayacaq, amma uzun müddətli davam edən bəzi problemləri həll etməyə və bu yaxınlarda qoyduğunuz məqsədlərə çatmağa imkan verəcək. Özünüzdən qeyri-mümkün olanı gözləməyin. Xüsusən də nisbətən yeni bir işə başlayırsınızsa. İlkin uğurlar bir müddət çəkə bilər və başlanğıcda çətinliklərlə qarşılaşa bilərsiniz. Öz tempinizdə irəliləmək də eyni dərəcədə vacibdir. Başqasının sizdən daha sürətli irəliləyiş əldə etməsi mümkündür. Məsləhət üçün onlara müraciət edə bilərsiniz. Amma dərhal eyni nəticələrə nail olacağınızı düşünməyin. İstəklərinizi idarə edə və cazibələrə qarşı durmaq üçün güc tapa bilsəniz, bir çox çətinliklərdən daşınacaqsınız. Münasibətlərinizdə daha diqqətli olun. Tanışlarınız tərəfindən təhrik oluna bilərsiniz. Kimsə sizi manipulyasiya etməyə və ya ən yaxşı keyfiyyətlərinizdən istifadə etməyə çalışa bilər. Maraqlarınızı müdafiə etməyə hazır olun. Bəzi xərçənglər olduqca sərt mövqe tutmalı olacaqlar. Lakin onlar bunun öhdəsindən gələcəklər. Müdriklik və insanların əsl niyyətlərini ayırd etmək bacarığı günü sakit keçirməyinizə kömək edəcək. Şir bürcü, günün ilk yarısı çox sakit və hətta biraz darıxdırıcı olacağı vəd olunur. Bu sizin üçün faydalıdır. Çünki ziddiyyətli istəklərinizi həll etmək, prioritetləri müəyyənləşdirmək və düşüncələrinizi təşkil etmək imkanı verir. Bu çox faydalı olacaq.
növbəti addımlarınızı başa düşəcəksiniz və əvvəllər demək olar ki, əlçatmaz hesab etdiyiniz məqsədlərin olduqca əlçatan olduğunu görəcəksiniz. Bununla belə, nəticələrinizi və ya yeni planlarınızı hələlik heç kimlə bölüşməməyiniz daha yaxşıdır. Çətin ki, kimsə onları başa düşsün və ya qiymətləndirsin. Günortadan sonra sizin üçün ən vacib olan şeylərə diqqət yetirə biləcəksiniz, qalan hər şeyi təxirə sala və ya başqasına həvalə edə biləcəksiniz. Bu zaman köhnə dostlarınızdan və ya tanışlarınızdan xoş xəbərlər də alacağınız ehtimalı yüksəkdir. Yaxınlarınızla ünsiyyət sevinç gətirəcək və ailə münasibətlərini möhkəmləndirmək, maliyyə və əmlak məsələlərini bütün tərəfləri qane edəcək şəkildə həll etmək imkanınız olacaq. Qız bürcü, uzun müddətdir planlaşdırdığınız, lakin xüsusilə təcili olmayan, təxirə saldığınız bir layihəni həll etmək üçün əla gündür. Bunu gözləniləndən daha tez başa vuracaq və istədiyiniz nəticəni əldə etdiyiniz üçün rahatlayacaqsınız. Sübut olunmuş metodlar olduqca təsirli olduğu üçün təkəri yenidən icad etməyinizə ehtiyac qalmayacaq. Hər hansı bir çətinlik yaranarsa, kömək və ya məsləhət üçün müraciət edə biləcəyiniz insanlar yaxınlıqda olacaq. İmiciniz və ev dekorasiyanızla bağlı düşünülmüş təcrübələr uğurlu olacaq. Yaradıcılıq qabiliyyətləriniz layiqincə tətbiq olunacaq. Günorta saatları dostlarla görüşmək, romantik görüşə getmək və ya ailəvi səyahətə çıxmaq üçün əlverişli zamandır. Axşam üçün xüsusi bir şey planlaşdırmamaq daha yaxşıdır. Çünki sakit bir istirahət və xoş düşüncələrdən faydalanacaqsınız. Yanvarın ilk günlərində başqaları üçün çox faydalı işlər görməyi bacaran qız bürcləri nəhayət ki, nəyin çatışmadığını anlayacaq və özlərini daha inamlı hiss edəcəklər. Tərəzi bürcü. Günün ilk yarısı xoş xəbərlər və xoş sürprizlər gətirəcək. Axşam isə nə qədər nail olduğunuz və nə qədər az səy tələb etdiyiniz sizi xoş təəccübləndirəcək. Uğurun əsas sirri intuisiyanıza güvənməkdir. Onun tövsiyələri vaxtında olacaq. Səhvlərdən və uğursuz itkilərdən qaçınmanıza kömək edəcək. Başqalarının məsləhətləri haqqında da eyni şeyi demək olmaz. Hətta ürəkdən verilsə belə. Təəssüf ki, bugün insanlar paylaşmağa hazır olduqları məlumatların dəyərini şişirtməyə bilərlər. Bütün gün yaxınlarınızla ünsiyyət və ailə məsələləri üçün əlverişli olacaq. Siz yalnız qayğı göstərdiyiniz insanlarla asanlıqla yola getməyəcək, həm də bir çoxlarının problemlərində kömək edəcəksiniz. Romantik görüşlər yaxşı keçəcək. Bəzi tərəzilər yaxınları ilə vacib məsələləri müzakirə etməyin vaxtı olduğunu hiss edəcəklər və bu cür söhbətlər çox yaxşı keçəcək. Alış-veriş edə, əmlak və maliyyə məsələlərini həll edə bilərsiniz. Burada heç bir illüziyanız olmayacaq və buna görə də lazımsız xərclərdən qaçınmaq mümkün olacaq. Əqrəb bürcü, nə etsəniz edin, ehtiyatlı olmağı unutmayın. Bugün səhvlər etmək həmişəkindən daha asandır və hətta ən kiçik səhvlər belə ağır nəticələrə səbəb ola bilər. Buna görə də yaxşı düşünülmüş bir plan və yanınızda etibarlı bir müttəfiqin olması zərər verməz. Xüsusilə perspektivli, maraqlı və çətin görünən sahələrə diqqət yetirməyiniz məsləhətdir. İntuisiyanız sizə harda uğur qazana biləcəyinizi deyəcək. Maliyyə məsələlərində, məsələn, alış-veriş edərkən və sövdələşmələr bağlayarkən də qulaq asmağa dəyər. Ünsiyyət baxımından bu ən asan gün deyil. Münaqişələrdən qaçınmaq vacibdir. Çünki onlar yaranarsa, münasibətlərdə harmoniyanı bərpa etmək asan olmayacaq. Sülhü qorumaq da asan olmayacaq. Çünki bəzən qəsdən tarazlığınızı pozduğunuzu hiss edəcəksiniz. Əqrəb bürcünün bir çoxu üçün günortadan sonra özünüzə vaxt ayırmaq vacib olacaq. Sevdiyiniz bir fəaliyyətlə məşğul ola və ya sadəcə boş vaxt keçirə bilərsiniz. Hər iki halda da bu enerji ehtiyatlarınızı bərpa etməyə və sizi daha dinc bir ruh halına gətirməyə kömək edəcək. Oğatan bürcü. Gün tam olaraq ümid etdiyiniz kimi olmaya bilər, amma sakit qalsanız bütün çətinliklərin öhdəsindən gələcəksiniz. Bu bürcün gənc nümayəndələri xüsusilə təsirli olacaqlar. Səhvlərdən necə qaçınmaq və axmaq səhvlər etməkdən çəkinmək barədə onlara dərhal məsləhət verə biləcək birinin olması yaxşı bir fikirdir. Şans həmişə sizin tərəfinizdə olmayacaq, amma bu planlarınızdan imtina etmək və ya dəyişdirmək üçün bir səbəb deyil. Bugün ağlınıza gələnlərin çoxu gözlədiyinizdən biraz gec olsa da gerçəkləşəcək. Bugünün şəraitinin sizə keçmişdən bəzi xoşagəlməz hadisələri xatırlatması və əhvalinizi uzun müddət pozması mümkündür.
Köhnə səhvləri, hətta onları düzəltmək üçün çox gecdirsə belə, düşüncələrinizdə belə üzərində düşünməməyə çalışın. Sevdiyiniz insanla söhbətlərdə bundan qaçınmaq xüsusilə vacibdir. Nikbinlik və gələcəyə baxmaq bacarığı gününüzü yalnız müsbət bir şəkildə başa vurmağınıza deyil, həm də ətrafınızdakilərin əhval-ruhiyyəsini qaldırmağınıza kömək edəcək. Oğlaq bürcü. Gün yaxşı keçəcək, ulduzlar sizin tərəfinizdə olacaq. Amma orta deyil. Əla nəticələr əldə etmək istəyirsinizsə, səy göstərməlisiniz. Bu səy əsasən evdə rahat bir atmosfer yaratmağa yönəldilməlidir. Çünki yaxınlarınızın diqqətinizə və qayğınıza ehtiyacı olacaq. Həmçinin interyerinizi yeniləmək və ya dərin təmizlik etmək kimi sırf praktik məsələlərlə də məşğul ola bilərsiniz. Hətta gündəlik ev işlərinə yaradıcılıq elementi də əlavə edə biləcəksiniz. Oğlaqlar oxumağa və ya peşəkar tapşırıqları yerinə yetirməyə, diqqət yetirməyi planlaşdırırlarsa, bunun üçün günorta vaxtını ayırmalıdırlar. Bu zaman diqqətinizi cəmləmək daha asan olacaq və səhər və ya axşam saatlarına nisbətən diqqətinizin yayınması ehtimalı daha az olacaq. Aktiv istirahət, gəzintilər və orta dərəcədə idman faydalı olacaq. Mümkünsə təbiətə çıxın. Dərhal özünüzü daha yaxşı hiss edəcəksiniz. Sevdiklərinizlə səyahətlər xüsusilə faydalı olacaq. Dolça bürcü. Gün olduqca yorucu ola bilər. Özünüzə yaxşı baxın. Həddindən artıq gərginlikdən qaçınmağa çalışın və bədəninizi həddindən artıq yükləməyin. Pəhrizinizə diqqət yetirin. Ağır qidalardan çəkinin. Eksotik yeməklərdən və içkilərdən çəkinin. Bu, özünüzə yaxşı baxmağın və rahatlıq səviyyənizi təmin etməyin vacib olduğu günlərdən biridir. Bunu idarə etsəniz, qalan hər şey yaxşı olacaq. Ətrafınızdakı insanlardan çox şey asılı olacaq. Səxavətli təriflər deyən, əhvalınızı qaldıra bilən və xoş sözlər deyə bilən insanlarla daha çox vaxt keçirməyə çalışın. Bununla belə, tənqid edən və kinayəli ifadələr işlədən insanlardan uzaq durmaq daha yaxşıdır. Onların sözləri bugün xüsusilə ağrılı olacaq və lazımsız stressə ehtiyacınız yoxdur. Hər hansı böyük və ya mürəkkəb layihəyə başlamazdan əvvəl sizə kömək edə biləcək insanlarla danışın. Xahiş etsəniz, dostlarınız və ya ailə üzvləriniz bəzi məsuliyyətlərinizi öz üzərinizə götürməyə hazır ola bilərlər. Balılar bürcü. Çoxdan arzuladığınız şeyə nail ola biləcəksiniz və çox səy göstərməyinizə belə ehtiyac qalmayacaq. Demək olar ki, hər şeydə şanslı olacaqsınız və demək olar ki, istənilən layihəni tez bir zamanda başa çatdıra biləcəksiniz. Sadəcə biraz təxəyyül və biraz əzmkarlıq lazımdır. Çoxdan əldə etdiyiniz biliklər də faydalı ola bilər. Buna görə də öyrəndiyiniz hər şeyi xatırlamağa hazır olun. Bugün ünsiyyətdən yayınmayan və peşəkar və ya əyləncəli tədbirlərdə iştirak edənlər, nəticədə əsl dost ola biləcək yeni müttəfiqlər və eyni düşüncəli insanlar qazanacaqlar. Yaxınlarınızla kiçik fikir ayrılıqları mümkündür. Lakin bütün müzakirələr konstruktiv olacaq və münaqişələr yaranmayacaq. Bu bürcün bəzi nümayəndələri mübahisə etdikləri insanlarla barışa və ya köhnə əlaqələri bərpa edə biləcəklər. Çoxları səhvlərinizi etiraf etməyə və onları düzəltməyə çalışmağa hazır olduğunuzu qiymətləndirəcək. Güc və enerji ilə dolu olacaqsınız, yorğunluq və ya xəstəlik barədə narahat olmağınıza ehtiyac qalmayacaq.